Amin. 18 yaşlı Züleyxa Quliyeva anadan gəlmə eşitmə qüsurludur. 2 aydır ki, Ramanada yerləşən əlilliyi olan şəxslərin peşə əmək reabilitasiyası mərkəzinə gəlir və burada bacarıqlarını inkişaf etdirir. Onun kimi onlarla gənc burada müxtəlif peşələrə yiyələnir. Xalçaçılıq, dərzilik, toxuculuq və rəssamlığın sirlərini öyrənirlər. 21 yaşlı Leyla Buraqova da həmin gənclərdən biridir. Mən sosial şəbəkədən öyrənmişdim belə bir yer olduğunu, amma cəhd edə bilmirdim ki, gəlim, qorxurdum sözün düzü. Mən 3 aydır buradayam. Toxuma, dərzilik, xalçaçılıq, bütün sahələrdən maraqlanıram. Hamısını öyrənmə fikrindəyəm, öyrənirəm. Gələcəyim üçün, öz işi, karyeramı qurmaq üçün. Burada bir-birindən fərqli əl işləri görə bilərsiniz. Əlilliyi olan şəxslərin müxtəlif peşə üzrə öyrəndikləri bacarıqlar burada da nümayiş olunur. Daha sonra təqdimat üçün sərgilərə göndərilir. Kamran Atababayevdən danışım sizə. O, xalça toxumağa cəmi 2 ay əvvəl başlasa da artıq bu sənətin incəliklərinə yiyələndiyini demək olar. Uşaqlıqdan əl işlərinə xüsusi marağı olan Kamran bu sahəyə təsadüfən gəlib, lakin qısa müddətdə böyük həvəs və səbir nümayiş etdirib. Benim orada bir il əvvəl buradan dönməsindən xəbərim oldu. Mən uşaqlıqdan əl işlərinə marağım olduğuna görə bu ilin oktyabr ayında gəldim bura. Hal-hazırda bu halada yarımçıq qalıb deyə bununla qutaranda daha yaxşı bilinəcək. İstəyirəm bunun qutarından sonra daha bir böyük bir xalça işləyim üzərində. Bu xalça nəsib olsaydı, bunu mənə öyrədən müəllimələrini bağışlamaq istəyirəm. Mən keçən il buradaydım. Çəkiliş edirlərdi. Ondan sonra mən dəvət edildilər bura. Gəldim, gördüm ki, burada qəşəng sənətdir. Və ondan sonra, bir ildən sonra mən də qərara gəldim ki, artıq mən də işləməliyəm. Müəssisədə gənclər peşə kursları ilə yanaşı musiqi və dizayn dərnəyi, stolüstü oyunlar, paralimpiya idman məşqlərinə də cəlb edilirlər. Mərkəzdə yeni peşələrin yaradılması üzərində də iş aparılır. 2026-cı ildən daha 2 peşə, avadanlıqların təmiri və fotoqrafiya peşəsi fəaliyyətə başlayacaq. Hal-hazırda mərkəzdə 12 peşə üzrə, 12 istiqamət üzrə peşə hazırlığı xidməti təşkil olunur əlilliyi olan gənclərə. Hal-hazırda deməli kompüter, toxuculuq, xalçaçılıq, rəssamlıq, dərzilik, duluzçuluq, qadın və kişi bərbəri, aşpaz köməkçisi, manikür peşələri fəaliyyət göstərir. Bu ilin ötən dövründə 21 müəssisəmiz vasitəsilə ümumilikdə 3200-dən çox həssas kateqoriyada olan vətəndaşımıza müxtəlif sosial xidmətlər göstərmişik. Bu gün qonağı olduğumuz əlilliyi olan şəxslərin peşə əmək reabilitasiyası mərkəzində isə il ərzində 450-yə yaxın və hazırda isə 130 vətəndaşımıza həm peşə, həm də sosial reabilitasiya yönümlü xidmətlər göstərilir və bu xidmətlərin də əsas məqsədi həssas əhali qruplarından olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyasına dəstək göstərməkdir. Qeyd edək ki, əlilliyi olan şəxslərin peşə əmək reabilitasiyası mərkəzində indiyədək 5000-ə yaxın əlilliyi olan gəncə xidmət göstərilib. Son 5 il ərzində isə bu rəqəm 2600-dən çox olub. Bəyim Mahir qızı Ramiq Abbasov, Aysən Ələkbərova, İTV Xəbər.